O məşhur mahnı var da, Bayatılar. Sizə onun tarixçəsindən danışacağım. Əslində mahnı plagiatların qurbanı olub. Deməli 1989-cu ildə ASTV-də Ənənəvi bayram çəkilişi olur. Orada səslənən bir mahnı diqqətləri cəlb edir. Bu da musiqisi Eldar Mansurova, sözləri Vahid Əzizə məxsus Bayatılar mahnısı olur. Deməli günün bir günü Eldar Mansurov Vahid Əzizə zəng eləyərək deyir ki, sənin Bayatılar şeiri və mahnı bəstələmişəm, amma bir-iki cümlə çatmır. Vahid Əziz də həyat yoldaşını götürüb dənizkənarı parka gəzməyə çıxır. Mahnını eşitdiyinə görə mahnını zümzümə eləməyə başlayır. Beləliklə o çatmayan bir-iki cümləni də tamamlayır. Mahnı 1989-cu ildə Brilliant Dadaşovanın ifasında lentə alınır. Brilliant xanım öz ifasını bəyənmir. Deyir ki, həmin illər mahnını oxuyanda indiki kimi mahnını cümlə-cümlə deyil də başdan ayağa oxumaq lazım imiş. Həmin vaxtda Brilliant xanım ana olmağa hazırlaşır. Biraz təngnəfəsliyi olub. Amma Eldar Mansurov da Vahid Əziz də Brilliant xanımın ilk ifasını bəyənir, mahnını lentə alırlar. Mahnı ilk çıxdığı gündən dinləyicilər tərəfindən sevilir. Mahnı sərhədləri aşır. Amma burada təəssüf doğuran bir məqam var ki, dünyanın məşhur mahnı şirkətləri mahnının müəllifi kimi özlərini qeyd edirlər. Türkiyənin məşhur musiqisi Sezen Aksu'nun Zalim mahnısı da Bayatıların musiqisinin eynisidir. Ürəyimdə